Təəssüf olsun ki, bizim planlar 5 illik tərtib olunur. Hamısı xarici şirkətlərin köməyi ilə. Məni bu çoxlu kədərləndirdi. Bu il UNEC İqtisadiyyat Universitetimiz 95 illiyini qeyd edir. Amma bizim İqtisadiyyat Nazirliyi Azərbaycan iqtisadiyyatını araşdırmaq üçün Harvardı çağırıbdı. Harvard Growth Lab-ı çağırıbdı. Gəlin baxın bizim iqtisadiyyatda nə baş verir, niyə görə 2015-ci ildən bəri böyümürük. Deyirəm, bəs UNEC 95 illik tarixində nə oldu? Yəni orada iqtisadçı yoxdur. Sizcə UNEC o komandanı yığa bilər əslində? Bütün UNEC müəllimləri və elmi işçilər məndən zəlləsi gedəcəkdir. Onlar çox istedadlılar, çox ağıllıdırlar, amma düşünürəm, mən başa düşürəm, mən də oyun şərtləri çərçivəsində oynayıram da, nə danışıramsa, hamısını çalışıram. Həqiqəti deyim, amma yenə oyun şərtləri daxilində. Mən düşünürəm, bəlkə mən bir balaca onlara cəsarətmi arzulayardım. Onlar otururlar indi bu yaxınlarda. Hörmətli akademikimiz Ziyad müəllim Çin araşdırılması ilə bağlı böyük bir kitab təqdim edibdi. Çin iqtisadiyyatını araşdırırdı. Deyirəm, niyə görə Harvard Growth Lab gəlib Azərbaycan iqtisadiyyatını araşdırır? Bizim akademik müəllimlərimiz Çin araşdırır. Bəs olarmı belə bir kitab çıxarası Azərbaycan iqtisadiyyatı modeli nə olmalıdır? Əslində bizim milli mənəvi bağlarımıza söykənən bir iqtisadi model həqiqətən nə olmalıdır?